31 Mart Dünya Azərbaycanlılarının soyqırımı günüdür. Bugün təkcə Azərbaycan tarixində deyil, ümumən bəşər tarixində də amansız faciələrdən biridir. Quba rayonunda da Quba Memorial kompleksinə ziyarət başlanılıb. Səhər saat 10-dan etibarən rayon rəsmiləri, bir qrup rəsmi nümayəndələr məzarlığı ziyarət edirlər. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Quba şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Ulu Öndərə ehtiram əlaməti olaraq məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra Quba Memorial kompleksi ziyarət olunub. Ötən dövr ərzində, yəni bir il ərzində artıq soyqırım kompleksi 40 mindən çox ziyarətçisi olmuşdu. Həmçinin burada çox saylı simpoziumlar, seminarlar, konferanslar keçirilməkdədir. Bugünkü gündə də axın həm mərkəzi icra hakimiyyətləri, həm yerli icra hakimiyyəti qurumları, gənclər, tələbələr, ailələr, uşaqlar, hər kəs bu müqəddəs diyara, bu müqəddəs yerə gəlir, anım tədbirində iştirak edir. Ziyarətdən sonra rəssam Adil Şıxəliyevin 1918-ci il Azərbaycanlılara qarşı törədilmiş soyqırımın 107-ci il dönümünə həsr olunmuş Mələklərin Fəryadı adlı qobelen sərgisi nümayiş olunub. Hər il bura gələndə mən hər dəfə yenidən dəhşətə gəlirəm ki, insan digər insana görə bax belə dəhşət törədə bilərmiş. Fake ideyanın üzərində bolşevist daşnaqlar və s. bu qədər neçə min insanın vəhşicəsinə həyatdan məhrum etdikləri nəticələri bax biz burada görürük. Müharibə zamanı bir başqa məsələdir, amma dinc insanları neçə gün ərzində dəfələrlə, heç bir dəfə də olsaydı nə olardı ki, dəfələrlə bizim dinc insanların başına belə oyunların açılması, 107 il keçməsin, 170 ildən də sonra biz buna dəhşətlə çox belə ürək ağrısı ilə baxacağıq. Təbii ki, deməli, soyqırım kompleksinin əməkdaşları çalışırlar, davam edirlər öz elmi axtarışlarını. Bax, indi bugün xəbər gəldi ki, Osmanlı arxivlərindən yeni məlumatlar toplanıbdır. Onların üzərində inşallah ki, elmi konferanslar keçiriləcək. Çünki ən böyük problem də odur ki, bax, bütün bizim xalqımızın başına gələn bu dəhşətlər hələ də digər ölkələrdə öz düzgün qiymətini almayıb. Qeyd edək ki, Quba Memorial kompleksinə ziyarət gün ərzində davam edib. Nüşabə Mikayıl qızı Çingiz Qədimov xüsusi olaraq DNAS TV üçün.